Çempion olduğu 2013-cü ildən sonra liqada aşağı pillələrə doğru geriləyən Neftçi 2015-2016-cı illər mövsümünü də elə yaxşı keçirməyib. Çempionatda 49 xalla 6-cı olan və ardıcıl ikinci dəfə qızıl medallara sahib çıxan Qarabağdan 35 xal geri qalan Ağqaraların Avrokuboklara vəsiq qazanmaq üçün yeganə ümidi Ölkə kubokunun finalına çıxmaqdan asılı idi. Burada Qaradağ Rökbatan, Xəzər Lənkəran və Qəbələnin keçən Bakı klubu istəyinə çata bildi. Vəli Qasımovun çalışdırdığı kollektiv həlledici maçda Qarabağa Miçelin tək qolu ilə uduzsa da Avropa Liqasının biletini əldə edə bilib. Ancaq Neftçi ilk mərhələdə Malta təmsilçisi Balsanı üstələsə də, növbəti etapda Albaniyanın Şkendia klubunu uduzaraq mübarizəni dayandırıb. 2017-2018-ci illər mövsümünün uğursuzlarından biri hazırda Şamaxadı ilə çıxış edən Keşlə idi. Cəmi 31 xal toplaya bilən qəsəbə klubu 8 komandalı ölkə çempionatını 6-cı pillədə başa vurub. Bununla bərabər Ukraynalı çalışdırıcı Yuri Maksimovun rəhbərliyi altında kubokda daha inamlı təsir bağışlayan qırmızılar Moyuk, Kəpəz və Sumqayıtı məğlub edərək finala adlayıb. Qəbələ şəhər stadionunda ev sahiblərinə qarşı son maçı Pərdiz Fərcad Azadın qolu ilə qələbə ilə başa vuran Keşlə tarixində ilk dəfə kuboku muzeyinə aparmaqla yanaşı Avropa Liqasına vəsiqəni əldə edib. Burada isə onlar üçün Balsan səddi keçilməz olub. Növbəti 2018-2019-cu illər mövsümündə Azərbaycan kubokunun finalında liqanı ilk üçlükdə bitirməyən komandalar Qəbələ və Sumqayıt üzləşib. Əgər qırmızı qaralar 36 xalla 4-cü olubsa, Ayxan Abbasovun çalışdırdığı Sumqayıt 29 xalla çempionatı 6-cı yerdə bitirib. Həlledici oyunda isə Steven Joseph Monrozun qolu Sənan Qurbanovun baş məşqçisi olduğu Qəbələyə ilk titulunu gətirib. Növbəti təqvim ilində isə Radarlar Avropa Liqasının ikinci təsnifat mərhələsində Dinamo Tbilisiyə məğlub olub. 2020-2021-ci illər mövsümündə 3 il əvvəl olduğu kimi yenə liqada yalnız 6-cı ola bilən Keşlə ölkə kubokunda uğurlu çıxışı ilə yadda qaldı. Turnir boyu Kəpəz və Zirəni məğlub edən Sənan Qurbanovun komandası finalda o mövsüm çempionatı bürünc medalla başa vuran Sumqayıtla qarşılaşdı. Maraqlıdır ki, bu dəfəki qarşıdurma da Ayxan Abbasovun çalışdırdığı kollektivin məğlubiyyəti ilə bitdi. 2-1-lik qələbə ilə ikinci dəfə ölkə kubokunun qalibi olan Keşlə növbəti mövsüm UEFA Avropa Konferans Liqasında çıxış etmə hüququ əldə etdi. Lakin ikinci təsnifat mərhələsində Rusiyanın Soçi klubuna uduzdu. Bəs görəsən sabahla Neftçidən hansısa bu uğuru təkrarlayıb Avrokuboklara vəsiqə qazana biləcəkmi?